Azərbaycan futboluna bilirsiniz nəyə görə baxılmır? Biraz əvvəl Zirə ilə Kəpəzin oyununa baxıram. Deməli, Kəpəz 2-1 irəlidədir. Dişi ilə, dırnağı ilə, nə zülümlə 2-1 irəli çıxdı. Kəpəzin də büdcəsi çox məhduddur. Və son dəqiqələrdə Kəpəzin oyuncusu Luis Paçoya qarşı meydanın Zirə tərəfində bir qayda pozuntusu olur. Hakimin fiti susur, epizodun davamı olur. Künc zərbəsi və Zirə hesabı 2-2 eləyir. Yəni bu əgər əvvəlcədən elə kimin neçənci yerdə olunduğu o bilinəcəksə, bu nəyə keçirdiniz ki bu çempionatda? Yəni Kamal Umutlu, sən get mənim tenisdə hakimlik elə, nə bilim, nəsə belə üzgüçülük yarışlara, futbol sənlikdir. Yəni yarım milyonluq şəhərin komandasına qarşı belə eləmək olmaz. Azər Bağırov orada çox yaxşı bir komanda formalaşdırıb, özü də heç nədən. Rəşad Sadıxovun da əziyyəti tanınmazdı, amma o epizodu Rəşad Sadıxovun özünə belə göstərsən, deyər ki, burada cərimə var idi və 6 dəqiqə əlavə vaxt. İkinci hissədə nə olmuşdu ki, 6 dəqiqə dayandı? 6 dəqiqədə əlavə vaxt oldu.